Salam əziz abituriyentlər, bu günləri mən izahatını verəcəm. Bugün mən izahatını verəcəm artiklın. O səbəbdən də diqqətli qulaq asın, xahiş edirəm. Əsas məqamları qeyd edəcəm mütləq. Artikl mövzusu bilirsiniz ki, vacib mövzudur. I like to watch films with a happy ending. Niyə görə a happy ending? Ending sözü sayılır təkdədir. Və deyir ki, mən yaxşı sonluqlu filmlərə baxmaq xoşlayıram. Burada artikla ehtiyac yoxdur, çünki xüsusiləşdirməyə getməmişəm. Film sistemdə olduğu üçün təbii ki, artikllarını istifadə edə bilmərik qabaqda. Və H burada səsləndiyi üçün təbii ki, and də deyə bilmərik, dərhal D variantı. There was a football match. Match sözü sayılır təkdədir və mütləq ki, artiklından istifadə edərəm. At the stadium istifadə edəcəm. Çünki yer məkanımı ifadə ediləyim təqdirdə Z-yə müraciət edərəm. Z doğru variantım, D variantı. There are interesting museums in England. Və biz bilirik ki, ölkələrin, şəhərlərin qarşısında artikla ehtiyac yoxdur. Əgər UK, US və yaxud da ki, Republic və yaxud da ki, Federation sözü görmürsənsə və burada hər hansı bir xüsusi muzeylərdən söhbət getmir, o səbəbdən də artikla ehtiyac yoxdur. There are interesting museums in England. Doğru variant C variantına gedəcəkdir. Helen was one of the most hardworking. Sifətin üstünlük dərəcəsi, baxın, olsa düzəldiyini bilirik və təbii ki, Z artiklına müraciət edərik. In the class yer məkanımı ifadə edir. O səbəbdən in the class A variantı doğru olacaq. Davam edirəm. Diligent görmüşəm. Sifət və qarşısına most gəlb. Təbii ki, the most in the office yer məkanımı ifadə edirəm. O səbəbdən də doğru variantım A variantına gedəcəkdir. Burada isə mostdan sonra sifət görmürəm. Sadəcə isim görürəm. Deməli, artikla ehtiyac yoxdur. Mostdan sonra sifət görürəm. Deməli, artikla ehtiyac var. O səbəbdən də doğru variantım olacaqdır. Y variantı. Davam edirəm. Judy is planning to have a nice trip with his relatives on Saturday. Həftənin günlər qarşısında artikl gəlməz. A nice trip isə təbii ki, artikldan istifadə edirəm. Trip sözü təkdədir, sayıla biləndir. Mütləq ki, yəni artiklına ehtiyac duyarsan. Gedirəm növbətiyə. Wants to have an interesting party with his friends on Sunday. Yadda saxlayırıq ki, həftənin günlərin qarşısında artikla ehtiyac yoxdur. O səbəbdən də sildim. Ay hərfi ilə başlayıb da parti sözü sayılır. O səbəbdən də mən interesting deyə bilmərəm və sayıldığı üçün də mütləq ki, sən an interesting-ə gedərsən. Davam edirəm. To tell the truth hazır ifadədir. To tell a lie hazır ifadədir. Doğru variantım D-yə gedəcəkdir. Üstünlük dərəcəsi də tallest olacaqdır. Dünyadakı tək varlıqlar the word Spider-Man təbii ki, Z-yə gedəcəkdir. Doğru variantım olacaq, C variantı. Davam edirəm 22-dən qalxacam yuxarı. Of-dan əvvəl 90% hallarda yaddan çıxartmaq ki, Z artiklı verərsən. Of the country, yəni ölkənin ın-ın ikinci hissədə ın-ın kimi tərcümə olunur. Biz bilirik ki, cansızları of ın-ın şəkildə təmsil edir və D variantı doğru olacaqdır. Üstünlük dərəcəsi D olacaq əlbəttə ki, in the country yer məkanımdır, A variantına gedərəm. A nice village deyərəm, village təkdə sayıla biləndir, qarşısında sifət gəlibdir. O səbəbdən a nice village deyərsən, niyə də C yer məkanımı ifadə elədi, D variantı doğrudur. To have a good idea, çünki idea sözü təkdə sayıla biləndir, qarşısında sifət gəlibdir, yəni istifadə edərsən. To buy a wedding present for Mary və deyir ki, it's a good idea to buy a wedding present və deyir ki, onun üçün bir toy hədiyyəsi almaq. Yaddan çıxartmayaq ki, bax bu E, yəni Azərbaycan ilə bir və ya hər hansı bir şəkildə tərcümə olunur. Doğru variant B-yə gedəcəkdir. Sıra sayıların qarşısında Z, miqdar sayıların qarşısında isə artikl gəlməz. Dünyadakı tək varlıqlar Z tələb edəcək. A variantı doğru olacaqdır. Yenə sıra sayı vermirsən və Z artiklından istifadə elə. Yer məkanın üçün Z artiklından istifadə elə. Doğru variantın D-yə gedəcəkdir. Dünyadakı tək varlıqlar Deskay onlardan biridir. Təbii ki, Z artiklı verəcəksən. O səbəbdən atdım və atdım və atdım. Və gedirəm ikisi arasında. The eagle demərəm çünki she noticed an eagle. Bir dənə deyir ki, qartalla rastlaşdı və yaxud da ki, fərqi nə vardı qartalın, ona görə doğru variant A variantı olacaqdı. Yer məkanımı göstərmək üçün Z artiklından istifadə edəcəm. I saw a giraffe. Çünki bir zürafə görübdü zooparkda. O səbəbdən də yer məkanımı ifadə eləmək üçün sildim. İkisi arasında qalsa. The giraffe niyə görə mənim üçün xüsusi olsun ki, və yaxud da ki, əvvəlcədən necə görə biləcəyim bir giraffe ola bilər ki o?
Ölkələrin qarşısında artiklaya ehtiyac yoxdur. There are beautiful places in Australia. Ümumiyyətlə deyir ki, ümumi xarakter daşır. Ümumi anlamdaşlıq üçün deyir ki, Avstraliyada gözəl yerlər var. Davam edirəm. This is an old castle. Old sözü sifətdir və ondan sonra isim gəlib tək-tək sayıla biləndə. İkinci dəfə adı keçirilir. Adı ikinci dəfə çəkilirsə, təbii ki, the castle is in Baku and the A variantı doğru olacaqdır. Egypt ölkə adı da qarşısında artiklaya ehtiyac yoxdur. Lasdan sonra zaman mənasını ifadə edən last yer gəlib artiklaya ehtiyac yoxdur. O səbəbdən doğru variant Y-yə gedəcəkdir. Üstünlük dərəcəsi Z artiklından istifadə edərəm. Dünyadakı tək varlıqlarda Z artiklından istifadə edirəm. Keçək növbəti səhifəyə. The Browns verirəm çünki bütöv bir ailəni ifadə eləyibdir. Götürdüm. A nice flat. Flat sözü tək-tək sayıla biləndir. Təbii ki, E artiklından istifadə edirəm. English burada dili ifadə edir və böyründə, öz böyründə language sözü gəlməlidir ki, mən Z artiklını verim. Gəlməyib deməli verməyəcəm. Burada language sözü gəlibdir. Bu söz ümumiyyətlə sayılır və tək-təkdir. Ona görə də an international language verirəm. Burada saitlə başladığı üçün international dedim. 25-də Rum sözü var, təkdə sayıla biləndə a big room deyərəm əlbəttə ki. In fact, I'd like üstünlük dərəcəsinin göstəricisi S veribdir, ona görə də big istəyəcəksən S, doğru variantım B variantına getdim. Have you written your name at the top of hazır ifadədir. At the top of the page və doğru variantım B variantına getdi. At the bottom of isə hazır ifadələrdən biridir, o da at the top lap üst hissə mənasını ifadə etdiyi təqdirdə at the top isə lap dib mənasını ifadə edir. When the children dug the ground. Yer məkanımı göstərmək ümumiyyətlə Z-dən istifadə edirəm və at the bottom, they found various kinds of stones. Burada isə artikla ehtiyac yoxdur. Müxtəlif növdəki daşlar tapıblar qazarkən Y variantını götürürəm. Hansı ümumiləşdirmə var, amma xüsusiləşdirmə yoxdur. Üstünlük dərəcəsi kökdən dəyişən the best mirror is an old friend. Friend sözü var, təklədi sayıla bilən qarşısında sifət gəlibdir, an old friend. Təbii ki, verəcəksən doğru variantım an old friend, doğru variantım C variantına gedəcək. Əlbəttə ki, burada C variantı olacaqdır. C variantı olacaq. Gedirəm, Oxford University was created in the sifətin sıra sayı gəlibdir. Təbii ki, Z-yə verəcəksən. Burada da TH, sıra sayının TH ilə düzəldiyini unutma. Of the 13th century, Z doğru variantım Y-yə gedəcəkdir. A collection of hazır ifadədir, ona görə əlavə edirəm. Bunu a source of kimi qəbul elə və yaxud da ki, group of kimi qəbul elə. Of the British paintings, Britaniya rəsm əsərləri xüsusiləşdirməyə gedibdir. Ona görə də E və Z doğru variantım D variantıdır. Someone who wants to be a teacher. Peşələrin qarşısında yəni artikl gələcəkdir, unutma. Must love children, ümumi qətllə uşaqları sevməli və səbirli olmalıdırlar. Yəni onlarda səbir olmalıdır. Xüsusiləşdirməyə getməyib, ümumi xarakter daşıyır. O səbəbdən də doğru variantım Y variantıdır burada. Davam edirəm. Someone who wants to be a doctor, yenə peşəni göstər, ona görə verəcəksən. Must treat patients well və deyir ki, xəstələrlə yaxşı davranmalı and have responsibility. Ümumiyyətlə deyir ki, məsuliyyət olmalıdır. Mən bilirəm ki, patients və pati NC must treat, patients. Yəni burada ümumiyyətlə mücərrəddir, responsibility məsuliyyət mənasını ifadə edir, artikl yoxdur. Burada isə hansı xəstələrdən söhbət gedir, bilmirəm və ona görə də artikla ehtiyac duymuram. Davam edirəm 44-dən. The istisna sözlərdən biridir ki, hansı ki şərtsiz Z artiklı tələb edir özündən. Əvvəl have a long walk hazır ifadədir. In the park yer məkanını ifadə edirəm. Z isə Y variantındadır. Davam edirəm. Idea var, təkdə sayıla biləndə qarşısında sifət gəlibdir. A useless idea olacaqdır. To ask a neighbor of mine hazır ifadədir. A friend of mine kimi bir ifadədir. Ona görə də E doğru variantım. Y variantımı götürəcəm. Davam edirəm. This is a useful piece of idea. Piece sözü var, təkdə sayıla biləndə təbii ki, sən E ehtiyacım var. It was given to me by a friend of mine hazır ifadədir. Unutmayaq, doğru variant Y-yə gedəcəkdir. S gəlibdir, üstünlük dərəcəsi də biggest olacaqdır. Unemployed isə xüsusi bir qrup insanlara. The unemployed və yaxud da ki, the rich və yaxud da ki, the poor tipli ifadələr üçün sən Z artiklindən istifadə edərsən, doğru variantım C-yə gedəcəkdir. At first, cümləni keçmiş zamanda gördünüzsə 90% hallarda Z artiklindən istifadə edərsən. The team tried to find a suitable place. Place var, təkdə sayıla biləndə qarşısına sifət gəlibdir. Edən istifadə edərsən, keçmiş zamanda olduğu üçün də Z team istifadə edərsən, doğru variant Z, C variantına gedəcəm. At first,
This sayılar yenə keçmiş zamandadır. Began vermişsən, müəyyən bir sayılardan söhbət gedir, dənizçidən söhbət gedir. To look for a dry place. Place var, təkdə sayıla biləndir. Sənə mütləq yeni artiklına ehtiyac var. Z-e doğru variantım C-yə gedəcəkdir. It's possible to earn a college degree. Degree sözü var, təkdə sayıla biləndir. Over the internet. İnternet sözü var və internet sözü hər zaman Z tələb edir. A college degree and the internet doğru variantlıya gedəcəkdir. This new modern connects me to the internet. İnternet sözü dedim ki, Z tələb edir. And faster than deməli, burada tələb etdiyi üçün sildim. İkisi arasında qalıramsa. This new modern connects me to the internet faster than the old one. Niyə görə zənzə old one deyirəm? Çünki artıq keçmişdəki mənim üçün müəyyəndir də o səbəbdən. Hər hansısa bir deyil. Başa düşdükmü? Mənim özümünki, mənə müəyyən olanda o səbəbdən də Z götürərsən, E götürə bilməzsən. Davam edirəm. Keçmiş zamanda görmüşəm. The waiter filled glasses with water. Su sayılmır, artikla ehtiyac yoxdur. Ümumiyyətlə deyir ki, ümumi şəkildə bardaqları su ilə doldurdu və Z və heç nə C variantı doğru olacaqdır. 5 ilə davam edirəm. A large piece of land verərəm. Çünki piece sözü təkdə sayıla biləndir. Sənin mütləq artikla ehtiyacın vardır və burada da edən istifadə edirəm. Land in the village deyərəmmi? Deyərəm. Kənddə yer məkanımı ifadə elədim. Doğru variantım C-yə gedir. Davam edirəm 34 ilə. A group of yazmışam. Təbii ki, a small group of olacaqdır. Gathered outside the building yer məkanımı ifadə edirəm və rahatlıqla istifadə edəcəm. Davam edirəm. Sıra sayı veribdir. Təbii ki, the first verəcəksən və a long walk hazır ifadə edir. The forest isə yer məkanımı ifadə edir. Doğru variant B variantıdır. I have bought a new shirt. Bir dənəsini almışam. Which matches the jacket. Artıq müəyyəndir. That I bought last week. Lastdan sonra zaman gəlibdir və heç nəyə ehtiyac yoxdur. Else və heç nə doğru variantım C-yə gedəcəkdir. She would meet the blouse. O bluzkanı göstərdi və she was going to wear at the party. Hansı ki, partidə geyməyə hazırlaşırdı. Z və bu üçüncü hissədə heç nəyə ehtiyac yoxdur. We were in a hurry to catch the last bus. Nə səbəbdən? Çünki bus gəlibdir və mütləq artiklə ehtiyac vardı. A variantı doğrudur. Lastdan sonra zaman gələrsə yalnızca olmaz. Has been talking to a customer deyə bilərəm. Who has just came into the shop. Yer məkanımı ifadə elədiyim üçün Z verərəm. İkinci hissədə sildim. Z lazımdır, sildim. B variantını götürməliyəm. Başqa əlacım yoxdur. Wrote an answer to the letter. Yada saxlayıram ki, müəyyən bir məktuba hər hansısa bir cavab burada tələb olunurdu. Ona görə də an answer verə bilirəm rahatlıqla. Doğru variantım C-yə gedəcəkdir. Ümumiyyətlə, saytla başladığı üçün sildim. Digərlərini saxlamağıma baxmayaraq ikinci hissədə də mənə artikl lazımdır. Yoxdur, sildim. Ona görə C variantını götürməliyəm. 51-ə gedirəm. Must write a reply to the letter. Yenə a reply to the letter. Çünki baxıram ki, R ilə başlayıb da samitdir. And reply deyə bilmərəm əlbəttə ki. Reply sayıla bilən isimdir. Yəni isim funksiyasındasa, cavab mənasındasa, o səbəbdən sildim. Letter sayılır, müəyyən bir mənasını ifadə edir. Müəyyən bir məktuba bir cavab yazmaqdır. Ümumiyyətlə sayıldığı üçün artikla ehtiyacım var. Yoxdur, sildim. O səbəbdən də B variantını doğru götürdüm. To have a good view of the stage. A good view deyərəm, çünki view sözü mənzərə mənasını ifadə edir, sayıla biləndir, təkdədir. Of the stage isə səhnənin yaxşı bir mənzərəsi, doğru variant B variantı götürərəm. Did the film make a good impression? Mən keçmiş zamanda görmüşəm və isimlərin qarşısında çox faiz hallarda, 90% halda Z artiklı verərəm. Impression sözü təkdədir, sayıla biləndir, qarşısında sifət gəlibdir. A good impression deyərəm. O səbəbdən də B variantım doğru olacaqdır. At the airport yer məkanımı ifadə edərəm, verərəm. You must first go to the ticket counter. Birinci deyir ki, sən bilet receptionına yaxınlaşmalısan. At the airport yer məkanımı ifadə edir, götürərsən. To the ticket counter yer məkanımı ifadə edir, Z götürərsən.
Gedirəm when the plane lands. Plane lands da deyərsən hər hansı bir təyyarə və ya xüsusi bir təyyarə enəndə you have to go to the exit. Sən deyir ki, çıxışa getməlisən. O səbəbdən də ye məkanı ifadə edir və burada isə deməli hər hansısa bir də ola bilər və yaxud da ki, xüsusi də bir ola bilər. Davam edirəm 66 ilə və deyirəm ki, it was a cold winter morning. Morning sözü sayır, ona görə e ilə verəcəm. C də burada başlayıb da samitdir. Və sıra sayın qarşısında isə the article-ını istifadə edirəm. Of-dan əvvəl the article gələcəkdir. The inventor of the computer. Kompüterin ixtiraçısından söhbət gedir. Ona görə the variantını doğru verəcəm. Our children go to school by bus. Ehtiyac yoxdur. O səbəbdən də Y variantı. By'dan sonra nəqliyyat vasitəsi gəlibsə ehtiyac yoxdur. To go to school deyərəm. To the school deyə bilmərəm. Hazır ifadə kimi bunu yadda saxlayaq. Did you see the film? The film keçmiş zamanda verib. Ona görə 90% hallarda isimlərin qarşısında article verəcəyəm. On TV ehtiyac yoxdur təbii ki. O səbəbdən də the film on TV doğru variant B variantına gedəcəkdir. Davam edirəm. I need a little time. Biraz deyir ki, vaxta ehtiyacım var. To think about the offer. Çünki sən mənə təklif eləmişsən və mən bilirəm ki, hansı offerdan söhbət gedir. A little isə biraz mənasını ifadə edir. O səbəbdən doğru variantım A variantına gedəcəkdir. Every child was given an apple. Hər uşağa deyir bir alma verilibdir. For lunch. Lunchın qarşısında article gəlməz. Əgər sifət gəlsə gələr. Ümumiyyətlə yeməklərin qarşısında amma gəlməyibsə gəlməz. O səbəbdən doğru variantım B variantına gedəcəkdir. 60-la davam edirəm. An old woman deyə bilərəm. Woman təkdə sayıla biləndə qarşısında sifət gəlibdir. Ən verəcəksən. Money to a charitable organization. Deyir ki, pulunu verdi hər hansısa bir xeyriyyə cəmiyyətinə və bunu doğru olaraq götürə bilərəm. Doğru variant Y variantıdır. I was watching TV when I heard a loud knock at the door. Yer məkanımı göstərmək üçün at the door verəcəm. Knock sözü təkdə sayıla biləndə qarşısına sifət gəlibdir. A loud noise deyə bilərəm və ona görə doğru variantım Y variantdan gedəcəkdir. I was listening to the radio. To listen to the radio-nu hazır ifadə kimi qəbul edək. When I heard a loud noise deyərəm. Noise sözü təkdədir sayıla biləndir və qarşısında sifət gəlibdir. Doğru variantım C variantına gedəcəkdir. A piece of burada verməliyəm ki, piece of-la tamamlansın. In the country isə yer məkanımı ifadə edir və A variantını verəcəm. Qrup sözü görmüşəm. Təbii ki, a small group of people gathered yer məkanımı ifadə edir. Z artiklından istifadə edəcəksən əlbəttə ki. Davam edirəm. Washington is a state. Deyir ki, Washington bir ştatdır sadəcə olaraq. In the Pacific Northwest region of the United States, which is bordered on the west. Cəhətlərimi göstərirəmsə, sizdən istifadə edəcəm. Doğru variantım D variantına gedəcəkdir. On the west və ya in the west, in the north, in the south. Bunlar hazır ifadələrdir. Sıra sayı görmüşəm. Z artiklından istifadə elə və tək varlıqları gördüyün Z artiklından istifadə elə. A variantım doğru olacaqdır. Mount Fuji located. Of-dan əvvəl 90% hallarda Z artiklı gələcəkdir. İşte mənə maneçilik törətmir. Üstünlük dərəcəsində Z artiklından istifadə eləyəcəksən və doğru variantım gedəcəkdir variantına. Long is S görmüşəm. Üstünlük dərəcəsi Z verəcəksən və dünyadakı tək varlıqlar Z artiklından istifadə eləyəcəksən. Aha. Sophie has always wanted to visit foreign countries. Hansı foreign countries hələ bizə bəlli deyil. On a big ship. By'dan sonra nəqliyyat vasitəsi gəlsə artikla ehtiyac yoxdur. Yox, əgər by ona və inə də belə çevrilirsə, bu zaman artikla ehtiyac var. On a big və yaxud da ki, in a big ship, on a big və yaxud da ki, in a big deyə bilərəm. Bu səbəbdən də doğru variantım heç nə və artiklından istifadə edərəm. Doğru variantım C variantına gedəcəkdir. Keçmiş zamanda ona görə də the happy couple went to UK. UK gördünsə yadda saxla ki, mütləq Z artiklı verəcəksən. Doğru variantım gedəcəkdir A variantına. We went on holiday to a nice village. Village təkdə sayıla biləndə qarşısında sifət gəlibdir. Yəni artiklı verəcəksən. And stayed in a small house. Deyir ki, balaca bir evdə qaldıq orada. Doğru variantım E-yə gedəcəkdir. Aha. Australia is a really enormous place. Place sözü təkdə sayıla biləndə qarşısında EN-dən ehtiyac duyulur. A really enormous place. In the world isə tək varlıqdır. Z-dən istifadə edərəm Y variantına.
Aha, üstünlük dərəcəsi gəlib, Z artiklı ver, tək varlıq gəlib, Z artiklı ver. Doğru variantım A variantı olacaqdır əlbəttə ki. Davam edirəm. Buckingham Palace is the place deyirəm, çünki müəyyəndir, müəyyənləşdirirəm. Where the king of-dan da əvvəl Z artiklı verəcəksən, Z variantı doğru olacaqdır. Davam edirəm 87 ilə. It is a long way təkdədir sayıla bilən də of-dan əvvəl Z artiklı verəcəksən və doğru variantım D variantına gedəcəkdir. Sıra saydı Z artiklından istifadə ilə, tək varlıqda Z artiklından istifadə ilə doğru variant B variantına gedəcəkdir. Və sıra saydı Z artiklından istifadə ilə, okeanların qarşısında Z artiklı gələcəkdir. Z doğru variant C artiklına gedəcəkdir. Üstünlük dərəcəsi Z artiklından istifadə ilə, tək varlıqda Z artiklından istifadə ilə demək olar ki, təkrar testlər gəlir qarşıma. Və is an important topic sözü sayılır təkdədir və əndən istifadə edərəm. For the family deyə bilərəm, deyərəm müəyyən bir ailə üçün, deyir ki, ən vacib hekayədir, mövzudur və doğru variantım D variantına gedəcəkdir. A small house dedim, house təkdə sayıla biləndir, mütləq ki, artiklına ehtiyac vardır. I found the place və gedib gördüyüm yer mənim üçün found görmüşəm, çünki burada keçmiş zamanda plazaya gedəcəksən. A small və Z doğru variant C variantına gedəcəkdir. Geocamping in the village və ya in a village, in the village among mountains. Aha, mən bilirəm ki, deməli, village sözü təkdədir və sayıla bilir. Mütləq ki, sənə artikel lazımdır. Artikel lazım olduğu üçün də mən A və Y variantını silirəm. Among the mountains deyərəm, amma among a mountains demərəm, silirəm. O səbəbdən doğru variantım D variantına gedəcəkdir. Doğru variantım D variantına gedəcək. Davam edirəm. Üstünlük dərəcəsi görmüşəm. The longest və tək varlıqlar Z-yə gedəcək. Doğru variantım Y variantıdır əlbəttə ki. Of-dan əvvəl Z artiklı istifadə edəcəksən. Of the country veribdir. Doğru variantım D variantına gedəcək əlbəttə ki. Davam edirəm. This is the lake where və burada artikla ehtiyac yoxdur. Of-la birləşibdir. Thousands of animals live. Deyir ki, elə bir lekdir ki, harada ki, milyonlar, ümumiyyətlə yadımda saxlayıram ki, thousands of, millions of və s. Təbii Z artiklı düşəcəkdir və oranı xüsusiləşdirirsənsə, xüsusi informasiya gedirsənsə, həmin yerlərsə Z artiklı istifadə edəcəksən. Doğru variant D variantına gedəcəkdir. He went on an expensive holiday. Niyə görə? Ümumiyyətlə to go on holiday-də hazır olaraqdan yox qarşıya sifət gəlibsə, an expensive holiday deyəcəksən. To a foreign country, hər hansı bir ölkəyə gedibdir. Country sözü təkdədir, sayıla biləndir. Ona görə də an və Y variantı doğru olmuş olacaqdır və davam edirəm. Növbəti səhifə ilə one of the biggest üstünlük dərəcəsi görmüşəm. Təbii ki, Z artiklından istifadə edəcəksən və tək varlıqlar Z artiklından istifadə edəcəksən. B variantı doğru olacaqdır. Və the report on the geology of, the geology of olacaqdır. Təbii ki, müəyyən bir raportdan, dokladdan söhbət gedir. Z verəcəksən, Z doğru variant B-yə gedəcəkdir. Of-dan əvvəl Z verəcəksən, verdin və cəhətlərin qarşısında da Z verəcəksən, C variantı doğru olacaqdır. Of-dan əvvəl 90% hallarda Z verdim ki, dərhal verdim və C-nin qarşısında Z artiklı rahatlıqla istifadə edə bilərəm. The name of the sea between və müəyyənləşdirir. Bizə 92 ilə devam edirəm. Ölkələrin qarşısında artiklı yoxdur. Of-dan əvvəl isə Z artiklı gələcəkdir. Doğru variantı A variantına əlbəttə ki, gedəcəkdir. Davam edirəm. Şərq-qərb yer məkanını ifadə etmək üçün the west və the east. Doğru variantım D variantı olacaqdır əlbəttə ki. Sıra saydı the first və of-dan əvvəl isə Z artiklından istifadə elə. Qaydalar çox nadir hallarda özünü pozur. O səbəbdən də diqqətli ol, çox xahiş edirəm və the first version were created. Aha, yada saxlayaq ki, baxın, burada of gəlməsinə baxmayaraq, hər hansısa bir şəhərində, yəni xüsusiləşdirmə getməyib deyə mən artiklda istifadə edə bilərəm. Burada mənim bilməyim gərəkən ən vacib məqam sıra sayıların qarşısında Z artiklının istifadə olmasıdır ki, dərhal bu hissəni sildim. Doğrudurmu? Və mənə lazımdır ki, city sözü təkdə sayıla biləndir. Bir də artikl gəlsin. Artikl gəlməsi üstündə ən city deyə bilmərəm. City deyərəm, o səbəbdən doğru variantım
variantım C variantı olacaqdır. Gedirəm to tell a story about an Englishman and a Frenchman. Hər hansı bir insan haqqında hekayə danışır və onları mən tanımıram. Ona görə də A variantını istifadə edərəm. We have heard these stories about the historical heroes və deyir ki, biz tarixi qəhrəmanlar haqqında müəyyən hekayələr eşidir. Əlbəttə B variantını tərcümə ilə taparsan. A friend of mine hazır ifadədir və peşələrin qarşısında EN-dən istifadə elə. At the organization yer məkanımı ifadə edirəm. Və Z doğru variantım C variantına gedəcəkdir. Davam edirəm. When I woke up this morning, this sun. Tək varlıqlarda ofdan əvvəl zərciklə istifadə edəcəksən, yer məkan Z-dən istifadə etsən, doğru variantım Y-yə gedəcəkdir. Which was deyir, təbii ki, müəyyəndir, ona görə Z verəcəksən. Is a magic game təkdə sayıla biləndir. Sənə Z-E lazımdır, doğru variantım A variantı olacaq əlbəttə ki. Davam edirəm. That word verib keçmiş zamandadır. Təbii ki, the lands that were discovered by Columbus were rich in gold. Artıq ikinci hissədə artikla ehtiyac yoxdur. Y variantı təbii ki, doğru olacaqdır. Mostdan sonra sifət gəlməyib, artikla ehtiyac yoxdur. Lakin keçmiş zamanda olduğuna görə examen qarşısında Z artiklı verərsən, üstünlük dərəcədə Z verərsən və Y variantım təbii ki, doğru olacaqdır. Yenə mostdan sonra gəlməyibdir və üstünlük dərəcəsini Z-dən istifadə edərsən. The day of the week-dən istifadə edirəm. Z birinci hissədə ehtiyac yoxdur və B variantı istifadə eləyəcəm. To play golf verirəm, əlbəttə ki, ehtiyac yoxdur. With wooden sticks, stick sözü cəmdədir və artikla ehtiyac yoxdur. Amma ball təkdə sayıla biləndir. Laser ball deyə bilərəm və doğru variantım olacaqdır. Doğru variantım B variantı əlbəttə ki, davam edirəm. An engineer peşəni göstərir. An verəcəksən. Is a person onu aydınlaşdırır. A person verərəm. Bu designs engines mühərrikləri dizayn edir. Bilmirəm. Hansı mühərriklərdən söhbət gedir, ona görə də engineer is a person doğru variantım D variantına gedəcəkdir. Took an hour. Çünki A kimi səslənir. And a half. Burada isə hız səslənir. And to the hotel. At 4. To the hotel. Yer məkanımı ifadə edirəm. And as a doğru variant. C variantı olacaqdır. Əlbəttə ki, the blouse which she was going deyir ki, o mənə o bluzkanı göstərir ki, hansı ki, geyməyə hazırlaşır. At the party. Yer məkanımı ifadə elədi. Z A variantı olacaqdır. Ofdan əvvəl Z artiklı ver bir zəhmət. Are going to study a new language. Language sözü təkdə sayıla biləndir. Sənə mütləq EN artiklı lazımdır. Z E doğru variantım. Təbii ki, Y variantına gedəcəkdir və son səhifənin izahatına gedirəm. For a long time hazır ifadədə götürdün və bir də bilirəm ki, think sözü təkdə sayıla biləndir. Marvelous think deyərəm. E başlayır, E qutarır. Doğru variantım B'dir. That the human brain deyə bilərəm. B variantım doğru olacaqdır. By train, bydan sonra nəqliyyat gəlib ehtiyac yoxdur. Take a bus deyərəm. Doğru variantım by train və take a bus və ya take a bus deyərəm. Hardadır məndə o variant? Hardadır? Təbii ki, B variantındadır. We usually go by train, but today we are taking the bus. Basta deyərəm sözün düzü mənim üçün maraqlı olan bu hissə idi ki, bu hissə vasitəsilə də tapdım. Doğru variantım B variantına getdim. Any of the people who live across the road. Və deyir ki, yolun o biri üzündə kimsə tanıyırsanmı, mənə lazımdır ki, sənin tanıdığın adam olsun, ona görə C variantı verirsən. The beginning hazır ifadədə verdim. About tourism ümumi xarakter daşır, turizm haqqında informasiyanı demək istəyir. Z və heç nəyə ehtiyac yoxdur. Doğru variantım A variantına gedəcəkdir əlbəttə ki. Drinking tea ümumi xarakter daşıdığı üçün tinin qarşısında artikla ehtiyac yoxdur. And drinking coffee yenə ehtiyac yoxdur və ümumi xarakter daşıyıb ümumiyyətlə sayıla bilmirlər bunlardan. Və B variantı idi. One of the most əlbəttə ki, üstünlük dərəcəsi Z-yə gedəcəksən. Problems of the modern world müasir dünyanın is pollution sayılmır qarşısında artikl ehtiyac yoxdur. Y variantından istifadə edəcəksən. Have got an idea. Idea sözü saitlə səslənir. Ona görə sayıla biləndir. To solve a problem deyə bilərəm. Doğru variant B variantıdır. Problem sayılır. Təkdədir və bilmirəm hansı problemdən danışır. Ona görə də do you have an idea how we can solve a
problem da deyərəm, amma the problem. Bəli, the problem burada deməliyəm, üzrlü hesab eləyin. Çünki artıq problem vardısa, demək ki, və mən onu həll eləməyə doğru gedirəmsə, demək ki, burada mütləq the article-dan istifadə edəcəm. She likes Indian tea. Ümumi xarakter daşır artikla ehtiyac yoxdur. But she doesn't like that tea. That. Burada artıq aydınlaşdırmağa gedibdir, xüsusiləşdiribdir. Ona görə də the article-dan istifadə edərik. İkinci hissədə heç nə və z doğru variantı aya gedəcəkdir. We need to be at the airport. Yer məkanımı ifadə edir. Verəcəksən just an hour. In just an hour. 1 saat mənasını ifadə edir burada. Və doğru variantım z ən olacaqdır. D variantıydı. Gedirəm 117-yə. Freedom mücərrət eşinə ehtiyac yoxdur. Independence mücərrət ehtiyac yoxdur. Life-da burada ümumi xarakter daşıdığı üçün ehtiyac yox idi. Doğru variantım C variantına gedəcəkdir. A history castle deyərəm təkdədir. Sayıla biləndir. Qarşısına sifət gəlibdir. Onda North isə yer məkanımı ifadə edir. Ez doğru variantım Y-də əlbəttə ki. All the countries on the continent. Müəyyən bir ölkələrə deyir qitədə yerləşən. Ona görə də Z doğru variant Y variantı olacaqdır əlbəttə ki. It is the language which verdiyi üçün xüsusiləşdirib. The language which has the smallest alphabet üstünlük dərəcəsi olduğuna görə Z verərsən doğru variantım D-yə gedəcəkdir və is a sovereign country təkdədir və qarşısına sifət gəlibdir. E verərsən and the capital of-dan da əvvəl Z verəcəksən. B variantı doğru olacaq əlbəttə ki. Üstünlük dərəcəsidir, sifətli Z artiklı verərsən, tək varlıq Z verərsən, doğru variantım Y-yə gedəcəkdir. Üstünlük dərəcəsi Z verəcəksən və dünyadakı tək varlıqlar Z verəcəksən. A variantı doğru olacaqdır. A source of hazır ifadədən power for the people in Russia doğru variantım B variantı olacaqdır. Baykal is a source of beauty and power for the people. Məsəl üçün mən bilirəm ki, people sözü cəmdədir. Doğrudur təbii ki. Sən burada and source deyə bilməzsən, sildin və people deyə bilməzsən, sildin. Burada mütləq ki, sənə article ehtiyacdır, sildin və ikinci hissədə də mütləq article ehtiyac var, sildin. Bu şəkildə tapa bilərdim. Biraz qarışıq əgər oldusa sənə. Qrup sözü var, təkdə deyə group of islands in the ocean deyəcəm. Doğru variantım C variantına gedəcəkdir. A consumer istehlakçı buys a more expensive product. Bahalı bir produkt məhsul alır ki, to get a higher quality ki, yüksək bir keyfiyyət əldə eləsin. Doğru variantım B variantına əlbəttə ki, gedəcəkdir burada. Of-dan əvvəl Z article istifadə elə and the main hazır ifadə kimi qəbul edəcəm. Pollution sayılmır, article ehtiyac yoxdur, Z və heç nə yox. Doğru variant A variantıdır. Bu qədər sizlərim artiklın izahatı bitdi artıq. Təşəkkürlər qulaq asdığınız üçün.